Kimin sualı varsa zəhmət olmasa sualları verə bilərsiniz. Biz də tərcümə edəcəyik bunları ingilis dilli media üçün. Tofiq, İctimai Televiziya Fərid Abdullah, sabahınız xeyir olsun. Sizin UFC-də debüt görüşünüz olacaq. Düzdür, indiyə kimi bir çox qələbələr görmüşük biz sizdən, amma UFC təbii ki başqa bir səviyyədir, başqa bir leveldir. Ümumi sizin hazırlıqlarınız necə gedir gecəki döyüşə və ümumiyyətlə bir idmançı kimi öz müşahidələrinizi də bölüşməyinizi istərdik ki, digər liqalardan sizin üçün UFC-nin fərqi nədir? Tofiq tərcümə edəcəm ingilisinə. The question was, it's your debut fight in UFC. You have a big experience, but in a way, UFC is the next level. How's your preparation for the fight, and what will we expect from this fight? İlk növbədə təşəkkür edirəm, sağ olsun. Yəni UFC hər bir idmançının demək olar ki, arzusudur. Yəni burada döyüşmək, özünü göstərmək. Yəni doğrudan da UFC bir başqa leveldir. Yəni, şükürlər olsun ki, bu yana o bizə qismət olub. Yəni, mən bir çox təşkilatlarda vuruşmuşam. Yəni, bu yarışa çox yaxşı hazırlaşmışam. İnşallah əlimdən gələn eləyəcəm ki, 21 ölkəmizi layiqincə orada təmsil edeyim. Və hər şey plan üzrədir. Rəqibimi analiz eləmişəm. Sırf rəqibimə uyğun hazırlaşmışam. İnşallah ki, zəfər bizdəndir. Tofik's answer was that it's a dream of all fighters to be and fighting in UFC. It's a different level, of course, and he feels very lucky that he's here. And he also mentioned that he has fought in different organizations, but this is a very unique one. And he also mentioned he has prepared well, and he's going to represent his country with a pride, and he has prepared specifically analyzing his opponent. So, yeah. Tofik. Merhaba Tofik. On your left. Tofik, assalamu alaikum. Tofik merhaba. Fight Digital Türkiye. Mahsur yoksa Türkçe sormak istiyorum bu soruyu. 35 yaşında UFC başlangıcını yapacaksın. Bugüne kadar UFC'de 35 yaşına girip şampiyon olan daha bir kişi olmadı. İlk kişi olmak için sence nasıl bir yol izlemen lazım? Abi, bu yaş mənim üçün bir rəqəmdir. Kimlər ki rəqəmi fikirləşirsə, yaşı fikirləşirsə, məncə UFC-yə gəlməyə mənası yoxdur. He said that the question was, you are 35 and it's your debut fight, and no fighters before you will be the champion after 35. What can you say about it? And his answer was that age is just a number for him, and he thinks that if anyone thinks that it's otherwise, they shouldn't be even competing in UFC. Teşekkür. Тofik, ассаламу алейкум. Вы встречаетесь с крепким кыргызским бойцом Мухтабеком Уралбайулу, который в прошлый раз закатил настоящий бой вечера, а то и бой года. Скажите, пожалуйста, как вы оцените его навыки, во-первых? Во-вторых, рассчитываете ли вы на то, что вы получите бой вечера именно с ним, потому что вы оба очень ярких бойца. Как вы оцениваете это противостояние? Спасибо. Tofik, sən rəqibin Muhtəbek Oralbay olacaq. Son döyüşünü yəqin ki izləmişəm. Çox bir sərt bir döyüşçüdür. Onu necə qiymətləndirirsən və düşünürsənmi ki, məhz bu döyüş gecənin döyüşü olacaq? Mən düşünürəm ki, mənə layiqli rəqibdir. Mən heç vaxt zəif rəqiblə döyüşmək fikrim olmuyor. Yəni, mən karyerama nəzər yetirsiniz, mən heç vaxt, məndən müsahibələrində demişəm ki, mən güclü rəqiblərlə mübarizə aparmaq istəyirəm. Yəni, təbii ki, bu bir idmandır. Biri qalib gəlir, biri uçur. Əsas odur ki, yəni öz döyüşü göstərəsən, öz xarakteri göstərəsən. Mən rəqibi analiz eləmişəm, yenə də deyirəm. Mən rəqibə baxmışam. Təbii ki, rəqib də bizi ciddiyə alır və ciddiyə də almalıdır. Məncə düşünürəm ki, biz bir-birimizə layiqli rəqibik. The question was about the opponent of Tofik Musayev, Oralbay. What Tofik think about the opponent, and he's a very strong fighter, and the last fight was exciting fight in UFC, Oralbay against the other fighter, and what Tofik thinks about his opponent.
His answer was that he's a good fighter and he always fights with strong fighters. That's how he picks them, and he has also analyzed the opponents, so he thinks that they are a good match. Toptor here. Good morning. First of all, congratulations joining the UFC. This is a huge event in Azerbaijan, and you are on the first event. And you're facing Dmitry Gorobai here, and also there's many fighters in the lightweight division. And you always been in other promotions in the top levels, fighting the best guys. And you're striking. How you see this fight going in when you both like to strike each other and also look for the finish? Tofiq, ilk öncə təbrik edirəm ki, UFC-yə qoşulmusan. Bu tarixi bir hadisədir ölkə üçün. Başqa təşkilatlarda döyüşəndə sən həmişə top səviyyədə döyüşmüsən, ən güclülərə qarşı. UFC-də indi ilk rəqibin Orolbaydı. Səncə bu döyüş necə gedəcək? Sən çünki həmişə ayaq üstə döyüşürsən və çox baxımlı bir döyüşürsən. Bu görüş necə gedəcək səncə? Təbii ki, burada hər bir döyüşçünüz planı var. Plana əsasən çalışacaq ki, hər raundu irəliləməyə. 10 döyüş göstərəcək. Döyüşün analizi necə eləmişik, döyüşü necə başlayacaqsa, döyüş elə də qusaracaq. Tofiq, siz daha önce His answer was that every fighter has its own plan, and the moment you start the fight, the end goes as the beginning. And also, obviously when the fighters are joining the UFC from the other promotions, when the fight week goes, there's many things, doing social media day and also one-on-one interviews and all the stuff, because they always fighting like a little bit distracting, or is it funny for many fighters? What is like for you to be in a UFC fight week for the first time? Tofiq, adətən başqa promotionlardan fərqli olaraq UFC-yə qoşulanda döyüşçü döyüşdən qabaq xeyli tədbirdə iştirak edir, media day olur və kimsə bunu bəyənir, kimsə ola bilər ki, xoşlamır və ümumiyyətlə sənin üçün bütün bu tədbirlərdə iştirak eləmək və UFC-də döyüşmək nə deməkdir? Məncə bu hər bir idmançının belə deyildir, həm bir reklamı deməkdir, həm də ki hər bir idmançının bir tanıtımı deməkdir. Bu da UFC-nin öz levelini göstərir, öz səviyyəsini göstərir ki, UFC başqa təşkilatlardan seçilir. His answer was that every athlete, this gives an opportunity to advertise and get to know in the public. And this, specifically UFC, the way it does, it's very grand, and he really appreciates it. And one last for me, you always were fighting the best guys in other promotions, maybe in the top 5 championship fights. What would be the shortest way for you to reach maybe the top 10 or top 5 or the championship fight also? Tofiq, yenə təkrar edir ki, sən həmişə ən yaxşılara qarşı döyüşmüsən, indi UFC-yə qoşulmusan və səncə o titula aparan ən qısa yol nədir? Mənim üçün düşünürəm ki, birinci qabağımda, hədəf budur, bu rəqibdir. Bu rəqibdən sonra inşallah, bu rəqibi keçəndən sonra düşünürəm ki, hər bir şey tam açıqlamasından deyə bilərəm. He first mentioned that, firstly, I'm focusing on my opponent, and later on I'm going to be focusing on the next steps. And this fight will determine what the next ones will be. Thank you. Tofiq, şənbə günü olan döyüşdə bol uğurlar arzulayıram və digər təşkilatlarda da, döyüşlərdə də sizdən sonra yerli Azərbaycanlı öz yetişdirdiğiniz idmançıların sayıları daha da artıb. Düşünürsünüz ki, UFC-də də bu təkrarlanacaqmı? Sizdən sonra yerli idmançılar daha da çox çıxış eləməyə başlayacaqmı? The question was, Tofiq is in UFC and also two other Azerbaijan fighters also fight. And do you think that your joining to UFC opened the path to other Azerbaijani young fighter to be the part of UFC in future? Zaten bizim attığımız adın, ölkəmiz üçün, millətimiz üçün, bayrağımız üçündür.
Düşünürəm ki, əlbəttə ki, bunun ardı gələcək və gəlməlidir də. Çünki bizim niyyətimiz odur ki, yəni bizdən sonra ölkədə bir çox idmançılar, yəni doğrudan da can atsınlar ki, bu təşkilata düşməyə və burada öz güclərini sınasınlar. Biz onlar üçün artıq demək olar ki, bir yol açırıq. His answer was that the step we have made is for our country to represent it, and our mission is to inspire the local athletes so that they can also pursue and have this dream of becoming a fighter in the UFC. Hi, Tawfiq. Here, to your left. Tawfiq. Yeah. This is Yusuf from MMA 101. My question to you, how do you compare the crowd and the fans in Azerbaijan liking to watch UFC compared to Russia, Dagestan, and the other countries around you? UFC'nin Azərbaycandakı fanatlarının fərqini necə qiymətləndirirsiniz Rusiyada və başqa ölkələrdən fərqli olaraq? İnşallah ki, onun döyüşdə bizim fanatlarımız tərəfindən o publikanın rəğbətini, o publikanın idmançılara qoyduğu dəstəyi və diqqəti inşallah 21-i görərsiniz. We're all going to see him mentioned on the 21st of June how the local fans are going to support him, and we all are going to witness it together. Great. Last question. One of your hobbies is ping pong. How do you see ping pong helping you in your MMA fights? Sənin hobin bilirik ki, ping-pongdur. Bu sənə necə kömək edəcək UFC-də? Mən deyərdim ki, mən bu suala bilməm necə cavab verir. He doesn't know how to answer to this question. Believe it's just a hobby. Tövfiq, Qırğızistan mətbuatı belə bir məlumat yaymışdı ki, həmin döyüşçü ilə, Oral bəy ilə döyüşmək istəmirsiniz. Bu nə dərəcədə həqiqətlərə uyğundur ilk vaxtlarda? The question was that the media in Kyrgyzstan, they wrote that Tawfiq didn't want to accept the fight against Oralbay firstly. Mənim karyeramda elə bir şey olmuyor ki, mən kimdənsə atqaz edeyim. Ümumiyyətlə, mənim karyeramda elə bir şey olmuyor ki, mənə hansı rəqibi versinlər, mən kimdənsə atqaz edeyim. Yəni, mən bunu özümə birinci yaraşdırmıram. İkinci də ki, o şeyə açıqlama vermək istəyirəm ki, o döyüş ofitsialni olmadığına görə deyilib ki, yəni bu ofitsialni deyil, yəni Qırğızlar özləri paylaşmışdı bunu. Təbii ki, bu ofitsialni UFC özü təsdiq edəndən sonra biz daima fərqi yoxdur. Top 10'luqda olsun, top 15'likdə olsun. Yəni Oralboy olmur. Yəni fərqi yoxdur hansı bir döyüşçü olursan. Oralboydan da güclü döyüşçülər vesillər. Yəni təbii ki biz heç bir atqaz eləyən idmançı deyilik. Yəni də onlar bizdən heç bir artıq deyil. Tawfiq's answer was that he never rejects any opponent, and he doesn't feel like it suits himself to reject it. And he mentioned that it wasn't officially presented by UFC that he was his opponent, and that's why maybe the media wrote it this way. And in general, whether the stronger opponent or weaker opponent, Tawfiq has never rejected anyone. So, that's all for Tawfiq. Suallar artıq olmayacaq çünki vaxt bitdi. Çox sağ ol Tawfiq iştirak etdin.